indi insanlar düşünür ki, əvvəllər boşanmalar daha az idi. Nə üçün indi daha çoxalıb? Bəli. İndi nə əvvəlki kimidir ki, belə götürsək. Yəni hər şey dəyişib. İndi texnologiya daha çox inkişaf edib, psixoloqlar bar-bar bağırırlar ki, özünüzə dəyər verin, özünüzü sevin. İndi əvvəl kimi heç bir qadın gedib əziyyət çəkməyi istəmir. Buna görə də rahat şəkildə artıq cəmiyyətə bir növ alışdırırlar ki, boşanmaq normal bir haldır. Nişanlılıq devri deyə bir şey var. Bəli. Yəni ki, bu insanlar bir-birlərini tanımaq üçündür. Yəni əvvəllər hətta nişan qaytaran qızlara belə pis baxırdılar. Ha, bu nişan qaytarıb, artıq bununla nişanlanmaq olarmı, yoxsa olmazmı ikinci dəfə? O belə pis idi. Qalsın ki, boşanmaq. Bu nişanlı devrində belə əgər bir qız və yaxud bir oğlan həmin bu adamın ona uyğun olmadığını görürsə və onunla evlənməyə davam edirsə, bu artıq onun bir seçimi olur.